Aşkar olmayan təhlükələr və ya uşağımızı necə qoruya bilərik? Hər bir valideyn övladını hər şeydən qorumaq istəyir. Amma bəzən biz elə hipotetik şeylərə görə narahat oluruq ki, əsl təhlükə barədə ya düşünmürük, ya da heç xəbərimiz olmur. Uşaqlarda infeksiyadan sonra həkimə müraciət etməyin ən çox rast gəlinən səbəbi məişət travmalarıdır. Uşağın heç vaxt yıxılmamasını təmin etmək mümkün deyil, amma bəzi şeyləri mütləq etməliyik. Uşaqlarda hansı travmaların qarşısını ala bilərik? Pəncərədən yıxılma. Mütləq pəncərə qoruyucuları qoymaq lazımdır. Mebelin uşağın üstünü aşması, mebeli divara bərkitmək lazımdır. Məişət kimyəvi maddələri və dərmanlarla zəhərlənmə. Kimyəvi maddələri əlçatmaz saxlamaq vacibdir. Nəqliyyat vasitəsinin altında qalmaq. Uşağa yol hərəkəti qaydalarını və yolun kənarında necə davranmaq lazım olduğunu izah etmək lazımdır. Nəqliyyat vasitələrindən istifadə zamanı alınan travmalar, avtomobil, skuter və velosipedlər. Mütləq qoruyucu vasitələrdən dəbilqə, dizlik və keyfiyyətli uşaq oturacağından istifadə etmək lazımdır. Dağılmayın. Uşağı yüzməyə öyrətmək, su hövzələrinin və qışda buzun təhlükəsi barədə danışmaq lazımdır. Bundan əlavə, təhlükə uşağın digər insanlarla ünsiyyətində də gizlənə bilər. Onu bu ünsiyyətdən məhrum etmək çıxış yolu deyil, amma yenə də bir neçə qaydanı öyrənməklə onu burada da qoruya bilərik. Başqaları tərəfindən yaxınlaşma olduqda, ünsiyyət dairələri qaydalarını izah etmək lazımdır. İtib qalma ehtimalı, görüş yerini əvvəlcədən razılaşdırmaq və belə vəziyyətdə uşağın nə etməli olduğunu danışmaq lazımdır. Profilaktika müalicədən daha asandır. Bunlar təhlükəni minimuma endirməyə imkan verən sadə hərəkətlərdir.